onun fəzilətlərindən 19-cu fəzilət əminliyin, rahatçılığın, imanın böyük səbəblərindən biridir. Abdullah ibn Məsuddan radiyallahu anhudan sabit olmuştu ki, demişti ki radiyallahu anhu, Allah'ın Resulü sallallahu aleyhi ve sellem demiştir. İnnallaha qasama beynekum əxlaqakum. Allah Teala sizin aranızda əxlaqlarınızı bölüftür. Paylayın, hər öz payını verir burada yani. Kəmə qasama beynekum ərzaqakum. Necə ki ruzularınızı bölüftür. Və innallaha yu'til mələ mən yuhib. Allah Teala malı sevdiğine verir. O men la yuhib, sevmediğine de verir. İmanı ise ve la yu'til imane illa men yuhib. İmanı ise yalnız sevdiğine verir. Allah Teala fe iza ahabba abden, Allah Teala bir kulu sevdikdə ona iman verir. Femen danne bil mal, kim malı xərcləməkdə paxıllıq edərsə də وهاب الليل أن يكابده وخاف العدو أن يجاهده فليكثر من سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر. Yani malını Allah yolunda xərcləməkdən qorxur, gecə yola çıxmaqdan qorxur, səfərləməkdən qorxur, düşmandan qorxur ki, ona qarşı cihad etməkdən. O deyir, bu zikri çoxalsın. Desin Subhanallah velhamdülillah ve la ilahe illallah vallahu ekber. Kur'an'dan sonra en efsane zikirdir yani.